Salam, mən Həşimova Rəsmiyə Şahmurad qızı. 2013-cü ildə Xırdalan şəhərində ev almışam. Sizə səslənirəm, gözəl prezidentimiz İlham Əliyev. Mehriban xanım, sizə səslənirəm. Vilayət Eyvazov, sizə səslənirəm. Kamran Əliyev, sizə səslənirəm. 2 nəfər məni aldadaraq evi 2013-də almışam, yarımçıq ev almışam, mənim pulumla alıb ev tikiblər. 2014-cü ildə Qasımov Mayız İsmail oğlu öz adına gedib qupçanı çıxardıb. 2013-cü ildə mən Mayısı görməmişəm. Teymurov Kamil Telman oğlu ilə mən haqq hesab eləyib ev almışam. $40.500 Teymurov Kamil Telman oğluna pul vermişəm. Bu evi almaq üçün. Evi alanda ev yarımçıq olubdu. Baxmışıq, oğlum, qudam, özüm, başqa digər qohum ağrəbə. Gəlib baxıb bəyənmişik evi. Ev olub yarımçıq ev. Soruşmuşuq Teymurov Kamil Telman oğlundan, bu evi belə neçəyə satıyasan? Dedi, yarımçıq 22 minə. Mənim oğlum dedi, tam qutarıb neçəyə satıyasan? Dedi, $38.000. Mən də $38.000 evi almışam. Dedi, kombi istəyirsinizmi? Dedim, bəli, istəyirəm. O neçəyə başa gələcək? Dedi, $2.500 da kombi eləyəcək. Mən $40.500 Teymurov Kamil Telman oğluna vermişəm. O da evi tam qutarandan sonra açarı mənə verib. Mən evi alanda bilməmişəm ki, mənim 2 nəfər bura şərikdilər. Mən evi alandan sonra mən Kamildən tələb eləmişəm məni evimə propisk elə. Kamil məni aparıb qonşunun evinə, 40-cı evə propisk eləyib. Özüm 46-cı evdə yaşayıram. Hal-hazırda da indi yaşayıram. İsmailov Mayız, İsmail oğlu verib 2024-cü ilin axırında məhkəməyə məni evimi udubdu. Mənim bəs pulum nə olur? Yoldaş, dövlətimdən xahiş eləyirəm. Mənim səsimə səs verin. Bir xadimə adamam, bir yazıq adamam. İnanın Allaha, zulümlə yaşayıram. Zulümlə ailə dolandırıram. Zulümlə pul qazanıram. Özüm xadimiyəm, akordun işçisiyəm. Mən 400 manat maaşla ailə saxlaya bilmirəm. Mən onun qabağında 4 nəfər adamı İsmailov Mayız, İsmail oğlu evdən çölə çıxardır. Bəs mənim $40.500 necə olacaq? Prezidentim İlham Əliyev, sizə səslənirəm bir ana kimi, bir bacı kimi, bir Azərbaycan qadını kimi. Siz Qarabağı aldığınız kimi mən bilirəm ki, mənim evimi 2 dənə dələduzların əlindən alıb verəcəksiniz. Bunlar 2 nəfərdirlər. Xahiş eləyirəm sizdən Mehriban xanım, bir ana kimi, bir bacı kimi, bir vətəndaş xanımı kimi sizə səslənirəm. Qurban olum sizə. Məni çıxılmaz vəziyyətdən çıxardın. Mənim oğlum fəhlədir. Mən özüm xadimiyəm. Biz ev ala bilməyəcəyik. Allahın kvartirantına biz verib eləyə bilməyəcəyik. Biz hara ködək? Biz harda yaşayaq? Biz neyniyək? Hara gedirsən? Yəni onlara qərar çıxartdılar. Ev Mayısın adına olduğu üçün məhkəmədə də yalvardım. Bəs mənim pulumu neyniyim? Mən pulumu kimlə tələb edeyim? Mənə dedi cinayət işi açılsın, cinayət işinə tələb eləyin. Mənə hədə qorxu gəlirlər. Sizə qurban olum. Mənim səsimə səs verin. Məni bu çıxılmaz vəziyyətdən çıxardın. Mənim mayın 22-sinə kimi vaxt qoyub icra. Evi boşaltmalısan. Və əgər boşaltmasan, sənə həbs düşür. Dələduzlar qalıb orada. Mənə niyə həbs düşməlidir? Mən pul verib ev almışam. Teymurov Kamil Telman oğlu da təsdiq eləyir ki, izahatlarda verib 2020-də mən onlardan qabağa düşüb izahat vermişəm. Mənim izahatımı Məmmədov Ramil Müstəntiq
əlində saxlayıb, qoymayıb qabağa geçsin, məhkəmələrə verilsin. Haçaq demişəm, deyib lazımdır, qupçanı özüm alıb verəcəm. Mən axı neyniyim? Mən başıma haran çarəsini qılım. Sizə yalvarıram, bir ana kimi, bir bacı kimi, bir Azərbaycan vətəndaşı kimi sizə güvənirəm. İlham Əliyev, sizə qüvvələnirəm. İlham Əliyev, siz Qarabağı aldığınız kimi bu 2 nəfərin mənim evimə köməklik eləyin, evimi, ya pulumu dala qaytarsınlar. Haçaq da deyirik, zəhləşirik maislə. Mais deyir, heç cürə alınmaz. Bəs mais mənim niyə pulumu evimi əlimdən alır, pulumu qaytarmır? Mən xahiş edirəm, mənim pulumu dala qaytarsınlar, evi əgər alırlarsa. 40.500 dollarımı saysınlar, qoysunlar stolun üstünə. Mən ondan əlavə 3000 də özüm xaç çəkmişəm. 3000 də özüm dollarla işləmişik biz. Dollarla mən onlara pul vermişəm. Mən 3000 də əlavə özüm xaç çəkmişəm. Ondan əlavə mən əgər bura kvartinat gəlmişdimsə, 2013-də bura yaşayıram. Niyə bir dəfə qapımı gəlib döyməyiblər? Niyə bir dəfə mənə deməyiblər sən kvartinatsan burada? Haçaq 2014-də niyə öz adlarına çıxardıblar? Notarius qapağını aparıbdı neçə dəfələrlə Kamil məni. Kamil deyibdi, notariusçu yoxdur. Avamlığından istifadə eləyib. Sizə yalvarıram, sizə səslənirəm. Səsimə səs verin. Mənim şahidlərimi heç birin danışdırmayıblar məhkəmələr. Mən haçaq demişəm, şahidlərim var. Məhkəmə mənim şahidlərimi dindirmədən qərarı veriblər maisə ki, ev maisındır. Bəs oğlu elə dedikləri yerdə niyə mənim pulumu tələb eləmədilər maisdən, Kamildən? Mən xadimə adamam, nə olarım, mənə köməklik eləyin. Sizə qurban olum, sizə səslənirəm. İlham Əliyev, mən bilirəm ki, sən Qarabağı aldığın kimi bu evimi mənimə alıb verəcəksən o dələduzların əlindən mənim özümə qaytaracaqsınız. 22-si mayda 4 nəfəri mən hara götürüm, icra qərar verir ki, 22-si mütləq çıxmalısan. Yoxsa mən gəlib ora bilon vuracam, sənə həbs kəsəcəm. Evində olan məişət avadanlıqlarına həbs kəsəcəm. Niyə? Niyə? Mən axı neyiniyim? Mən axı nə ayırım? Siz mənə eləyin. Aparıb məni 40-cı evinə propiska eləyiblər. Qurban olum sizə, mənim səsimə səs verin. Sağ olun.